Salam, Gəncə adlı Səllamə qədim Gəncə məhəllələrinə doğru gedən cığırın növbəti dayanacağını Ozan məhəlləsində edəcək. Ozan sözü, Ozan adı kimi, Ozan məhəlləsi də hər bir gəncəli üçün əzizdir. Çünki bu ad özündə tariximizi, mədəniyyətimizi, milli irsimizi yaşadır. Əbəs yerə deyil ki, Hun hökümdarlarının sarayında, Türk ordularında mütləq Ozanlar çağırıblar. Ozan sözü, Ozan sənəti həqiqətən də insanı qələbiyə səsləyir. Gəlin bu məhəllənin, Ozan məhəlləsinin dünəninə, keçdiyi tarix yolla birlikdə səyahət edək. Ozan məhəlləsi Gəncənin mərkəzində yerləşən ən qədim məhəllələrdən biridir. Gəncə məhəllələri içərisində Ozanı digər məhəllələrdən fərqləndirən əsas əlamətlərdən biri də yerləşdiyi ərazinin genişliyi idi. Onun aşağı Ozan adlanan quzey hissəsi Şəhristanda, yuxarı Ozan çağırılan güney bölməsi isə Bahar şəhərdə böyük bir ərazini tuturdu. Ozan məhəlləsi quzeydən Totanlı, Qırıqlı, Günbatandan Qırıq Kilimçili, Xocalı, İtdilər, Xanbağı, güneydən isə Balabağman, Təbrizli, Şöylübəyli, Səbzavad, Çaharı məhəllələri ilə əhatə olunurdu. İndiki Mirzə Abbas Abbaszadə, Mahrasa Bağı yaşayış massivi, Böyük Bağman qəsəbəsi, Firdovsi, Məhəmməd Pişnamazzadə küçələrinin müvafiq hissələri bir vaxtlar qədim Ozan məhəlləsini təşkil edirdi. Ozan məhəlləsi Gəncədə məhəllələr içərisində ən böyüdür ərazi cəhətcə. Bu məhəllə şimal tərəfdən Qaramanlı, qərb tərəfdən Şahsevənlər, cənub tərəfə getdikcə Böyük Bağmanın bir hissəsi və İtdilər küçəsi ilə həmsərhəddir. Qərb tərəfdən Şöyüklü, Təbrizli məhəllələri bundan kəsişir. O məhəllə mən bilirəm ki, yerləşir Xanbağı, Xanbağın yuxarı hissəsindən Ozan küçəsi var. Çox şükürlər olsundur ki, məhəllənin adını daşıyan küçə də var, Ozan küçəsi və öz ərazisi gedir, bax mən sizə deyim, hara, Səviskar tərəfə, Ozan meçidinin ətrafında birləşir, gedib Bağmana qədər, Balabağmana qədər çıxır, Balabağman tərəfi də. Yəni, nə qədər ərazisi neçə yer tutur, mən onu deyə bilmərəm. Ancaq əsasən Ozan məhəlləsi, bir də ki, bilirsiniz də o küçə, Səviskarın küçəsi və Ozan küçəsi özü, o məhəllələri bir balaca da Təbriz küçəsi ilə Böyük Bağmanın başladığı yeri, bu Ozan məhəlləsidir. Məhəllənin adı ilə bağlı söylənən bəzi məqamlar da diqqəti cəlb edir. Yəqin ki, məhəllənin Ozan adlandırılması bu məhəllənin sakinlərinin böyük əksəriyyətinin aşıq yaradıcılığı ilə məşğul olmaları və ya aşıqların böyük qisminin bu məhəllədə cəmləşmələri ilə bağlıdır. Əsas odur ki, aşıq sənətini özündə cəmləşdirən Ozan sözü indiyədək bu məhəllədə məhəllə adı kimi qorunub saxlanılıb. Ozan Oğuzların el şairi, nəğməkar, musiqiçi mənasını ifadə edir. Ozanlar Oğuzlar arasında, hətta Səlcuqlar dövlətinin yaranmasından əvvəl də söz ustadı, rəqqas, musiqişünas, həkim kimi böyük nüfuz qazanıblar. Türk dilli xalqların bir çoxunun Çin, Hind, İran, yaxud İslam mədəniyyətləri ilə qarşılıqlı təsir və əlaqələrinin yarandığı dövrlərdə belə Ozanlar öz mövqelərini qoruyub saxlayıblar. Ozanların istifadə etdikləri qopuz hələ ta qədimdən bir sıra türk dilli xalqlar, o cümlədən Azərbaycanlılar arasında geniş yayılıb. 14-cü əsrdə qopuza da Ozan adı verilib. Eyni zamanda Ozancı sözü yaranıb. 15-ci əsrdən sonra Ozan sözü Azərbaycan və Anadoluda aşıq, Orta Asiyada isə baxşı ilə əvəz olunub. Hətta Kitab-ı Dədə Qorqud boyları da Ozanlar tərəfindən qoşulub. Ozan məhəlləsinin adı, Ozan sözü özü aşıqlarımızın əcdadlarından gəlir, Ozan. Dədə Qorqud Ozan olur. O vaxt Dədə Qorqud əlində qopbuz, indiki aşıqlar saz çalır, amma o vaxt qopbuz deyilən bir alət var idi. Qopbuzla
çalıb, oxuya-oxuya bütün məhəllələri, bütün kənd və kənd, oba-oba gəzib, xalqın istəyini, xalqın güzaranıyla tanış olub gəzibdir. Ozan sözünün mənası elə aşıq sözünün əcdadı Ozandan gəlir. Dədə Qorqudun adından gəlir. Onun elə adı Ozan sözündən, Ozan da qədimlikdən gəlir. Bu Ozan sənəti, Ozanlar bu qədim Azərbaycanda, bu ərazidə yaşayan insanlar idi ki, mənim təsəvvürümdə onlar ağsaqqallıq, danışmaq dastanlar, rəvayətlər, əfsanələr və nəhayət bu Ozan sənəti aşıq sənəti ilə birləşib, bax bu aşıq sənətini indi hər bir kəsin Ozan sənəti aşıq sənəti kimi bizim qarşımıza durur. Ancaq Ozan sənəti aşıq sənətindən də qədimdir. Çünki o başlayıb rəvayətlərdən, əfsanələrdən, dastanlardan. Ondan sonra da o saz aləti həyata gəlib və o sazla Ozan sənəti birləşib və bu gün Ozan sənəti aşıq sənətlə sinonimdir. 13-14-cü yüzilliklər Azərbaycan tarixinin görkəmli araşdırmaçılarından olan Əlizadə, orta əsr tarixçiləri Rəşidəddin, Vəssaf və başqalarının verdikləri bilgilərə əsaslanaraq Elxanilər dövründə sənətkarların Ovzan adlandırıldıqlarını göstərmək olar. Azərbaycanın bir çox şəhərlərindəki Ovzan məhəllələrinin adını da Monqol mənşəli bu sözlə bağlayırlar. Gəncədəki Ovzan məhəlləsi də tarixçilərin fikrincə sənətkarların evləri yerləşən məhəllənin adı olub. Yeri gəlmişkən onu da qeyd edək ki, 1804-1920-ci il Rus arxiv sənədlərinin əksəriyyətində bu məhəllənin adı Ovzan, türk dilli sənədlərdə isə Ozan kimi göstərilir. Toponimin adının türk dilli sənədlərə əsaslanaraq Ozan kimi göstərilməsi isə daha ağlabatandır. Ozan sözünün mənası ədəbiyyatda bəzi yerlərdə bunu Ovzan da yazırlar. Əsasən biz türk xalqları bunu Ozan kimi aşıq mənasında başa düşürük. Elə bu anlamı da verir. Ola bilsin burada vaxtilə aşıqlar mı yaşayıb, ola bilsin Gəncə ki, bura köçmə tarixi 400 ildir. Ondan qədim Gəncədə Ozanlar məhəlləsi olub. Ola bilsin ki, oradan gələn, köçüb gələn qohum əqraba bir yerə yığılıb kompakt yaşayıblar. Həmən arazini özləri ilə gətirib burada yaşadıblar. Belə də ola bilər. Bunu tarixçilər daha yaxşı bilər. Dədə Qorquda Ovzan deyirdilər. Xeyr. Ozan. Dədə Qorqud Ozan olub. Elə Ozan da bu küçənin də adını Ozan, məhəllənin də adını Ozan. Ovzan sözü yox. Nəzərə alsaq ki, Gəncəbasarda Oğuz mənşəli Düyərli, Bayan, Sofulu, Tapqışlaq, Alparuq, Xan yurdu, Çələbyurd və s. bu kimi küllü miqdarda toponimlərdə rast gəlinir. Onda Ozanın da məhz Oğuz türk mənşəli söz olduğunu qəbul etməliyik. Maraqlıdır ki, türk xalqlarının bir çoxunda işlədilən Ozan sözü Azərbaycanda yalnız Gəncədə qorunub saxlanılıb. Ozan məhəlləsi çox əski çağlardan, yəni Gəncə hələ təzə yerinə köçmədən əvvəl mövcud olub və şəhər təzə yerinə köçərkən bir çox məhəllələr kimi Ozan məhəlləsi də köçüb və iç qalanın güney səmtində yerləşib. 1804-cü ilin mayında bu məhəllədə 100 kişi, 105-i qadın olan 60 ev və 250 ozanlı qeydə alınıb. 1916-cı il məlumatına görə Ozanda 792 ailə yaşayıb. Burada yaşayan əhali həm də sənətkarlığın müxtəlif növləri, duluzçuluq, şərbabçılıq, toxuculuq, bağçılıq, sənətkarlıq və qismən də ticarətlə məşğul olublar. Bəzzazlar, duluzçular, dülgərlər, kərpic kəsənlər və digər sənətkarlıq nişanları indi də Ozan məhəlləsində yaşayan ailələrdə qalıb. İndiyəcə sənətkarlıqlarla cürbəcür sənətlər olub. Məsələn, xarrat sənəti olubdur. İndiki dülgərlər ki var. O xarrat taxtadan elə bir şey düzəldirdi ki, bir nəfəs verə bilmirdi ona. Xarratlar olub, bəndalar olub, yaxşı hörgüçülər olub.
Ozan cəmaatı bir-birinin xeyrində, şərində çox yaxından iştirak edibdir. Əsas bunun fərqi onun böyüklüyüdür. Burada yaşayan ziyalıların çoxluğudur. Burada başqa məhəllələrə nisbətən ziyalılar daha çox yaşayıbdır. Düzdür, Zərrabı ilə bunu müqayisə etsək, əgər Zərrabı bir növ intelligentlər küçəsi olubdur. Amma burada yaşayan dövlətlilər daha çox olubdur. Məsələn, bunların Zərrabı cəmaatı heç vaxt əkinçiliklə, maldarlıqla məşğul, bu zonda da yaşayanda maldarlıqla da məşğul olublar. Ondan sonra əkinçiliklə məşğul olublar. Çünki burada əkin yerləri, zadları hamısı bol idi. Məsələn, qəbristanlıq, edibək dediyim Səviskar adında qəbristanlığın yuxarı hissəsi böyük bir əkin yeri idi. Orada dirdik yeri idi. Səviskar sözünün özü, mənası, səbizə sözü yaşıl deməkdir. Deyilənə görə Ozanda yaşayan sənətkarların sonuncu nümayəndəsi Aşıq Yadigar olub. Lakin Aşıq qəriblə dəyişdikdən sonra Aşıq Yadigar öz sazını yerə qoymalı olub. Ozan məhəlləsi isə təkcə aşıqları ilə məşhur olmayıb. Mənbələr 19-cu yüzilliyin ikinci yarısında məhəllənin ictimai həyatında mühüm rol oynayan Yusif Hacı Abbasoğlu, İlyas Kərbəlayı Məhəmmədoğlu, Seyid Adil Əskəroğlu kimi Ozan ağsaqqallarının və məhəllədə yaşayan bir neçə bəyin adını qeyd edirlər. Maraqlı faktlardan bir dərsini sizə deyim, biraz yumorik kimi çıxar. Ozan məhəlləsinin bəylik basalağı ki var, tələbə poliklinikasından rəssamlıq məktəbi arasında olan bir ərazidir. Burada bir 7-8 bəy yaşayıbdır, mülkədar yaşayıbdır. Məsələn, Əskər bəy burada yaşayıb, Sünlər Məşəmməd burada yaşayıbdır. Ondan canım sizə desin, Əskər bəy bu məhəllədə yaşayıbdır. Ondan sonra İbrahim bəy, Həsən bəy burada yaşayırdı. Həsən bəy, İbrahim bəy Dilbər Axundzadənin qohumlarıdırlar. Bunlar Verdiyevdilər. Bunlar bəy adamlardır, yiyib, içib, günortaya kimi yatır, boş bekar adamlardır. Bu Qutçudan, ondan sonra Bayandan, Balçılıdan, Qızılcadan qatırla, eşəklə yük gətirirlər, bağmandan tut gətirirlər, səvətlərdə, qarğı səvətlər toxuyardı o vaxtı. Gətirərdilər, çığıra-çığıra elan verə-verə ki, cəmaata ay tutalan, ay zoğalalan, ay çırpalan, bunlar da yatır, narahat olur. Bunlar şəhərin polismeysterinə, polis rəisinə şikayət edirlər ki, bu kətçilər bizi qoymur yatmağa. O da nağayaraq çıxılmaz bir vəziyyətdə düşür, axırda belə bir qərara gəlir ki, həmən küçənin girəcəyində bir dənə taxta bir köşk qayırırlar, putka qayırırlar, içinə də bir polis qoyurlar ki, gələn olanları, bu gələnləri, dağdan gələnlərin qarşısını almaq üçün bunları o tələbə poliklinikasının qabağındakı küçə getməyib, Firdovsi küçəsi. Şəhərə oradan buraxın ya da indiki Pərviz Səmədov küçəsindən buraxın. Təbriz küçəsində buraxmayın aşağı, cəmaat bəylər narahat olur. Bax, belə bir şey olub, hadisələr olubdur. Məhəllə habelə nəinki Gəncənin, həmçinin Azərbaycanın dünya miqyasında tanınan ziyalıları ilə də məşhur olub. Pedaqoq, folklorşünas, ilk əlifbanın yazarı, böyük istiqlal şairi Əhməd Cavadın əlifbasını türk dünyasının birinci əlifbası, müəllifin özünü isə əlifba tədrisində tayı bərabəri olmayan müəllim adlandırdığı Mirzə Abbas Kərbəlayı Ələkbəroğlu Abbaszadə, yəni Mirzə Abbas Abbaszadədə 1970-ci ildə bu məhəllədə mütərəqqi fikirli ruhani, məktəbdar ailəsində anadan olub. Yeri gəlmişkən onu da qeyd edək ki, Əhməd Cavadın toy məclisi də məhz Ozan məhəlləsində keçirilib. Azərbaycan şairi, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi, şərəf nişanı ordeni laureatı Zeynal Rızaoğlu Xəlilov da bu məhəllədə dünyaya göz açıb. Görkəmli teatr və kino xadimi, pedaqoq Adil Rızaoğlu İskəndərovun, böyük siyasətçi, 54-cü illərdə Azərbaycan SSR Komünist Partiyasının birinci katibi vəzifəsində çalışan İmam Daşdəmiroğlu Mustafayevin bir vaxtlar yaşadıkları evləri də Ozan məhəlləsi ərazisinə şamil etmək olar. Məhəllə həqiqətən də öz yetişdirdiyi mərifət sahiblərinin çoxluğu ilə fərqlənir. Buradan çox böyük şəxsiyyətlər çıxıb. Təkcə Ozan küçəsindən, bu mərkəzi küçədən
Üç nazirimiz olubdur. Üç nazirimiz olubdur. Uzun illər kənd təsərrüfatına başçılıq edən Məmməd Xəlilov, Azərbaycan tikintisinə başçılıq edən Yaqub İsmailov, Respublika Tikinti Naziri olub. Kənd Təsərrüfat Nazirinin müavini Xəlil Mustafayev, Respublikanın keçmiş baş prokuroru rəhmətli İsmət Qayıbov Ozan məhəlləsinin sakinidir. İsmət Qayıbov çox xalqımızın qeyrətli oğlu. Bu küçənin tanınmış ziyalılarından biri olub Əskər bəy, Pambıq bəylərindən olubdur. Çox kasıba əl tutan, xeyirxah bir kişi olubdur. Ondan sonra bu küçədə yaşayıbdır Kiçik bəy, onun evi Büyünləri Rəssamlıq Məktəbidir. Bu xeyirxah insanlardır bunlar. Bunları yad eləmək lazımdır. Bunların evlatları, nəvələri, nəticələri var. Onlar haqqında bunlar toplanıb, bunların haqqında xatirə kitabları buraxmaq lazımdır ki, gələcək nəsil bunları oxusun, öyrənsin, bilsin. Məhəllənin tarixi kimi məhəllə daxilində yerləşən abidələrdə öz arxitektur əhəllinə görə diqqəti cəlb edir. Bugün Ozan məhəlləsində yerləşən elə tarixi binalar var ki, insanı sanki neçə əsr əvvələ aparır. Şah Abbas məscidinin sadələşdirilən formasında tikilən Ozan məscidi isə yerli cəmaatın, məhəllə sakinlərinin diqqətində əsasən bir amillə yadda qalıb. Diri-diri yandırılan insanların fəryadının tarixi şahidi olaraq. Məscid Ozan məhəlləsində yerləşdiyinə görə bu cür adlandırılır. Ozan məscidinin tikilməsi haqqında müxtəlif fikirlər söylənilir. Gəncənin tarix yaddaşı kitabının müəllifi mərhum Fərruh Əhmədov onun tikilməsini 1884-cü ilə aid edir. Professor Sadıq Şükürovun Gəncənin tarixi abidələrindən kitabında da 1884-cü il Ozan məscidinin tikildiyi il kimi göstərilir. Bu haqda rəsmi mənbələr isə tamamilə başqa fikrə söykənir. Ozan məscidinin girəcəyində, qapının üstündə ərəb əlifbası ilə yazılan əlyazma mütəxəssislərimiz tərəfindən oxunub. Məlum olub ki, məscid 19 yox, 18-ci əsrə aiddir və 1786-cı ildə tikilib. Lakin bəzi yazılar pozulduğundan məscidin memarı haqqında dəqiq məlumat vermək çətinlik yaradır. Təxminən 98 il məscidi cavanlaşdırıb. Ancaq bu dəqiq tarix məscidin özünün kitabəsində göstərilibdir ki, bu məscid Böyük Ozan məscidi bina olunubdur 1201-ci Hicri qəməri ilində. 1201-ci il qəməri tarixi bugünkü miladi tarixə çevirəndə 1786-cı il eləyir. Səhv isə orasında fərdə yazılıbdır ki, bu məscid tikilibdir
1884-cü ildə. Bu səhvdir. Mən arzu eləyərdim ki, bu səhv düzəldilsin. Sovet dövründə bilirsiniz ki, düzgün vermirdilər. O informasiya düzgün verilmirdi. Yəni Sovet dövründə 19-cu, mən sizlə tam razıyam ki, 19-cu əsrin. Ancaq bir məlumatlar toplayırıq ki, və bizim abidələr, mühafizəçiləri bu meçid, siz bilirsiniz ki, hər əsrin özünün memarlıq üslubu var, memarlıq tikintisi var və hər əsrin özünün inşaat materialları olubdur. Materialları da olubdur. Ancaq Ozan meçidi daha yaxın 18-ci əsrə məxsus bir meçiddir. Ancaq bu eləcə Ozan meçidinə malik deyildi, şamil deyil. Bu elə Şah Abbas karvansarasına da, onun yanında Uğurlu xan karvansarası var. Sovet mənbələrində hər yerdə yazılıb, o bir meçid adına, Şah Abbas karvansarası adından gedib. Ancaq elə siz də heç tarixçi olmayaq, heç elmi biliyiniz də olmayaq, o meçidin ikisinin də memarlıq üslubuna baxanda, kərpicinə baxanda, tikiliş üslubuna baxanda siz görəcəksiniz ki, bu ayrı-ayrı əsrlərə uyğun olan abidələrdirlər. Ozan məbədi ilə 18-ci əsrdir, indəsə 19 deyirlər, yazırlar. Biz öz araşdırmalarımıza məlumat vermişik. Yəqin onun da axır sözünü alimlər deyəcək. Rəsmi sənədlərdə göstərilənlərə əsasən tikilinin ümumi sahəsi 350,8 kvadrat metr, yararlı sahəsi isə 223,8 kvadrat metrdir. Məscidin əsas hissəsi kümbəzlə örtülən kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan meçidi öz ərazisi ilə Şah Abbas meçidinə biraz balaca meçiddir, yəni çox, o da yekə bir meçiddir. Şah Abbas meçidində biz o ölçmüşdük, indi yadımda qalmır. Bir azca balacadır Ozan meçidi. Maraqlı cəhətlərdən biri də buradadır ki, məscidi həm də Hacı Abbaslı məscidi də adlandırırlar. Ozan ağbirçəklərindən birinin verdiyi məlumata görə məscidin Hacı Abbas kişinin adı ilə adlandırılması tikintinin əsasən bu kişinin vəsaiti hesabına olduğunu göstərir. Ozan məscidində bəzi ədəbiyyatlarda göstərilir ki, güya tikilən onun olubdu Hacı Abbas. Hacı Abbasın rəhmətliyin özünün evi bugünkü gün mövcuddur, durur. O adam özü yaşayıb 19-cu əsrin sonlarında yaşayıbdır. Məscid isə tikilibdir ondan təxminən 100 il qabaq. Bu səhv fikirdir. Deyilənə görə Hacı kənddə Hacı Abbas kişinin mülkü olub. Məhz buna görə Səfalı kənd Hacı kəndi adlandırılır. Lakin böyük əksəriyyətin fikrini nəzərə alsaq, məhəllə kəhrizi kimi məscidində məhəllə cəmaatının hesabına tikildiyini söyləmək olar. Məscid məhəllə sakinlərinin diqqətindən heç vaxt kənarda qalmayıb. Molla Nəsrəddin jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqqında məlumat verilir. Mənim məlumatım belədir ki, 80-ci ildə, siz orada bir dənə Gəncənin Renesans dövrü olubdur. Bütün məscidlər sıx idilər, məscidlər eləcə ambar idilər. Onlar təmizlənib və öz simasını aldılar. Və ikinci dəfə 2 il bundan, 2002 il ərzində gedib orada təmir, 2008-ci ildə, 2009-cu ildə. Uçub dağılıb gedirdi. Həsən Həsənov onu yeniləşdirdi. İnandırıram sizi, kərpiçlərdən sıyıtdırdı, təmizlətdi. İçəri parket vurdurdu, nə bilim, oranın divarlarını, yazılarını, hamısını bərpa elətdirdi. Bu günlərdə meçid kimi davam eləyir, meçidimiz yerində durur. Yəni bu meçidi heç kim Ozan cəmaatının əlindən ala bilməz. Bu meçid Ozanındır, daha doğrusu Gəncəlilərindir. Məscidi diri-diri yandırılan insanların fəryadlarının tarixi şahidi adlandırdıq. Həqiqətən də ötən əsrin əvvəllərində ermənilərin xilas olmaq üçün bu məscidə sığınanları diri-diri yandırmaları bu fikrimizi söyləməyə əminlik verir. Doğrudan da Ozan məscidi bugün göz dağı kimi şəhər əhalisinin
və Ozan sakinlərinin qarşısında hər gün canlanır. Məscidin çox belə deyək ki, faciəli tarixi var. 20-ci əsrdə siz bilirsiniz ki, 11-ci ordunun əsgərləri, onlar da əsasən hamısı ermənilər olubdu. Daxildə də yaşayan ermənilər, Gəncədə də yaşayan ermənilər 11-ci ordu ilə birləşib Bolşevik adından Gəncədə doğrudan da böyük bir faciə törədib. İnsanları heç nədən adicə Azərbaycanlı olduqlarına görə onları qırırdılar, doğruyurdular, fəlakət başlarına gətirirdilər. Və Ozan məscidində insanlar pənah Allahın evində axtarırdılar. Həmən Ozan məscidində onlar 500-dən artıq, yəni məlum sənədlərdə məlumat var, 500-dən artıq qoca, qadın, kişi, arvad o məsciddə sınacaq tapıb, ancaq ermənilər və bolşeviklər bir damcı da yəni bu Allah evinə istər xristian Allah, istər müsəlman Allah bir dərədir, onlara məhəl qoymayıb, o məscidi yandırıblar. Onun cəmaatı oradakı olan qapılarını bağlayıblar və diri-diri o insanların o məsciddə yandırıblar. Bu bizim qanlı abidələr, Ozan məscidi qanlı abidələrimizdən biridir. Burada elə bir dəhşətli faciə baş verib ki, o çətin ki, insanların yaddaşından silinə bilər. O faciənin canlı şahidi olan Gəncəli Məmməd İbrahimoğlu Altunbəy 1989-cu ildə Ankarada çıxan Hürriyyətə uçan ilk pilot kitabında o günləri xatırlayaraq yazır. Ən böyük faciə Ozan məscidində idi. Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaradırdı. Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa, yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı. Küçənin o biri başında 5-6 erməni akordeon çalırdı. Bizi görcək bağırıb söyməyə başladılar. Bəli, belə bir faciənin şahidi olub Ozan məscidi. Qalpa gəlib düz məscidin üstünə düşüb birinci qalpa. Haraya mənim babam, atamın atası Molla Hüseyin kişi haraya yürər bura. Atam da uşaq olubdu. O da onun yanında. İkinci mərmi gəlib düşəndə o mərminin qəlpəsi ilə Hüseyin kişi dünyasını dəyişib. Atamın da ayağından balaca yaralanmışdı. O yara yeri qalmışdı. Yəni biz uşaq idik, hərdən o görmüşdük onu. Təəssüf ki, məsciddə yaşanan bu faciə haqqında çox az bilirik. Çünki faciənin canlı şahidi olanların əksəriyyəti bugün torpaq altında uyuyur. Böyük qism isə Azərbaycanı tərk edib. Məscid 1920-ci ilə kimi fəaliyyət göstərib, dindarlara xidmət edir. Sovet dövründə uzun müddət fəaliyyətsiz qalır. Bir müddət burada korlar arteli, sonra isə ərzaq mağazası yerləşdirilir. Nəhayət, 1979-cu ildə Ozan məscidi yenidən bərpa olunur. Məscidin bərpası zamanı rəssam Rüstəm Hüseynquliyev divarlarda gözəl sənət əsərləri yaradır. Bu rəsmlərdə Azərbaycan xalqının adət-ənənələri, xalq rəqsləri, çalğı alətləri, həmçinin Gəncənin qapıları və qala divarları, Şeyx Nizaminin əksi təsvir olunur. Bu yaxınlarda həmən Ozan məscidində təmir gedəndə biz orada 3 Quran tapmışdıq. Quranlar saxsı qabının içində idi. O Quranları biz Mədəniyyət Nazirliyinin yəni ki, məlumat verdik və Mədəniyyət Nazirliyi o Quranları apardı və həmən Quranları bizim alimlər, yəni ki, o Quranların üstündə neçənci əsrdir, ha vaxt yaranır, nəyə görə? Yəqin ki,
bu 20-ci əsrin əvvəlində ola bilər. Mən dəqiq deyə bilmirəm, çünki hələ bizə məlumat, siz bilirsiniz, illərlə bir əsərin üstündə iş gedir. Ona görə yəqin ki, bir məlumat alacaq və 3 Quran, biri lap balaca, biri orta, 3 Quran bir-birinə bürünmüş, saxsı bir qabda durur, o hardan tapılır o Quranlar və Quranlar da, qab bizdə durur, Quranlar isə Bakı şəhərinə elmi axtarışlar üçün, elmi mənbələri öyrənmək üçün, yəni elmi alimlərimiz onu öyrənmək üçün biz onun cavabını gözləyirik. Bundan sonraki dövrdə məscid bir müddət Nizami Xatirə Muzeyi, kitab mağazası kimi fəaliyyət göstərir. Hazırda isə Ozan məscidi dini kitabxana kimi əhaliyə xidmət göstərir. Burada Qurani Kərimin 3 dildə, Azərbaycan, Rus və Türk dilində tərcüməsi, İslam dinindən bəhs edən müxtəlif kitablar, həmçinin Gəncə dindarları tərəfindən hədiyyə edilən bir çox müqəddəs ziyarətgahların fotoşəkilləri var. Məsciddə dinin təbliğ olunması ilə tez-tez söhbətlər aparılır, tədbirlər keçirilir. İnanırıq ki, Ozan məscidi bundan sonra da öz tarixini, yaşadığı tarixi faciəni şəhər sakinlərinə, şəhərimizə qədəm qoyan istənilən əcnəbiyə, xüsusilə gənc nəslin nümayəndələrinə çatdıracaq. Soyqırım abidəsi kimi zamanın cəllatlarına meydan oxuyacaq. Ozan məhəlləsi habelə digər tarixi tikilləri ilə də məşhurdur. Elmin, maarifin, incəsənətin inkişafı ilə bağlı abidələr sırasına daxil edilən və Avropa memarlığı ilə Şərq memarlığını özündə qovuşduran binalar Ozan məhəlləsində az deyil. Bir çox tanınmış şəxsiyyətlər olubdur. Çox gözəl, alicənab, xalqın xidmətində duran insanlar yaşayıbdır. Burada Sünnilər Məşəmmədin mülkü durur, Süleyman bəyin mülkü durur, İbrahim bəyin, ondan sonra Həsən bəyin mülkləri bugünkü gün durur. Bunlar şəhərin tanınmış ziyalıları olubdur. 1920-ci ildə Sovet hakimiyyəti burada quruldu. Burada qurulandan sonra həmən mülklər Kənd Təsərrüfatı İnstitutunun nəzdinə keçdi, yaşayış binası kimi. Keçəndən sonra burada bir çox alimlər Ozan küçəsinin, məhəlləsinin, daha doğrusu Təbriz küçəsində yaşamağa başladılar. Burada bir neçə tanınmış, Respublikada tanınmış professorlar, elmlər namizədi bu küçədə yaşayırdı. Məhəllədə habelə kəhriz də mövcud olub. Kəhrizin çəkilməsində əsas maliyyə işlərini Məşədi Böyükbəy, Məşədi Musa kişi və Qafarbəylilər öz üzərlərinə götürüblər. Bir vaxtlar məhəllə ərazisinə düşən, indiki İsmət Qayıbov adına bir saylı pilot orta məktəbdə qədimliyinə görə fərqlənir. Sovet dönəmində məktəbin 150 illiyinin qeyd edilməsi, hazırda qocaman təhsil müəssisəsinin yaşının 170 və daha çox olduğunu söyləməyə haqq verir. Birinci odur ki, məktəbin tarixi, arxif və sənət dərsliyi, hələ məktəbin 150-liyi keçibdir. O vaxtda Komünist Partiyası vaxtı, Azərbaycan Komünist Partiyasının göstərisində keçibdir. Bu məktəbin tarixi əsasən bir ümrə məktəb. 1830-cu ildə indiki Cavad xana meçid var, orada olub bir. Oradan gəlib indi Nizami Məhkəməsi var, sökürlər ha. Oraya, sonra gəlib buraya. Məktəbin qabağında. Hər vaxt 1833-cu ildə Mirzə Şəfi Vaziyyə tərəfindən bu təşkil olunur məktəb. Hər vaxt Mirzə Fətəli Axundov da Şəkidən gəlib gedirmiş Gürcüstana, Tiflisə. Ateist kimi. Mirzə Şəfi o yolda onu çəkindirib, burada it tələb olub. Mirzə Şəfi məktəb açıda 3 nəfər şagird olub. Sonra tədricən məktəb böyüyüb, gəlib inşa edibdir. Gəlib 1936-cı ildə çıxıb bu məktəb buraya, bina tikilibdir. Buna qalıb bu məktəbin qabağında Abbasada küçəsi deyək, orada bir mərtəbədə atıb padval, orada yerləşirdi. Sonra məktəb böyüyübdür, bu məktəb çox böyük daxilə getirdi. İstər 1880-ci ildə tikildiyi ehtimal olunan hazırki Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin binası olsun, istərsə də digər yaşayış evləri, bu abidələrin hər biri Ozan məhəlləsinin tarixi simvoluna çevrilir. Məhəllə ərazisində yerləşən Səbiskar qəbirstanlığı da
öz tarixi qəbir abidələrinin çoxluğu ilə fərqlənir. Burada uyuyan, burada yatan elə tarixi şəxsiyyətlər var ki, onlar haqqında saatlarla danışmaq olar. Bircə onu qeyd etmək kifayətdir ki, Ozan məhəlləsində yerləşən bu qəbristanlıq həqiqətən də özündə böyük bir tarixi irsi yaşadır. Babalarından söylədiklərinə görəcə də 400 ildən artıqdır ki, bu qəbristanlığın tarixi. 400 ilə yaxındır. Günbəzilər, bu gördüyünüz günbəzilər hamısı 1810-cu ildə, 1820-ci ildə, 1850-ci ildə tikilən məqbərələrdir. Burada elələri də var, fundamenti zadı qoyulub, ancaq sonraki hökumət dəyişiklik eləyib, elə vəziyyətdə də qalıb. Ancaq yenə də onların qohumların, nəvələri, nəticələri istifadə edirlər. Biz də çalışdığımız kimi bura tarixi abidə olduğumuza görə, bütün nəslimiz, kökümüz burada olduğuna görə istəyir. Yavaş-yavaş buraları abadlaşdırırıq. İnşallah buranın park eləyəcəyik, çünki bizim Gəncə İmam Hüseyin şəhər olubdur. Təbrizkar adlandırdığımız qəbristanlıq o Ozan məhəlləsindədir. Bəzi tarixi naşı bilən adamlar onun tarixini 300 ilə çatdırırlar, amma yalan sözdür. O qəbristanlığın tarixi 160 ildən artıq deyil. Tanınmış şəxsiyyətlər də o qəbristanlıqda basılır. Tarixi bir yerdir ora. Elə orada dəfn olanların hamısı tarixi şəxsiyyətlərdir. Tarixi şəxsiyyətlər dəfn olunan yer tarixi abidə olunmalıdır. 19-cu yüzilliyin əvvəllərində Gəncədə ayrıca məhəllələr olan Xocalı və 40 kilimçili tədricən Ozan məhəlləsi daxilində unudulur. Bu məhəllələrin hər biri tarixi etnoqrafik baxımından maraq doğurur. Lakin əldə olunan məlumatların kasadlığı Ozan məhəlləsi və adını çəkdiyimiz məhəllələr haqqında müfəssəl danışmağa imkan vermir. Məhz buna görə Gəncə adlı səlnamə heç kəsin fikrini hökm kimi qəbul edə bilmir. Sadəcə olaraq yerli materiallar və tarixi faktlar əsasında Azərbaycanda və Gəncədə ozanlığın geniş vüsət aldığını söyləyə bilərik. Gəncə çayı lan axır